Okey. Sürətli bir şəkildə başlamadan öncə dünənləri biz bu Toulouse şəhərinin icra hakimiyyətinin səhifəsinə getmişdik. Burada ə, müəyyən mərasimlər, müəyyən tutaq ki, teatr, müəyyən səhnələr və sairə kimi şeylər baş verir. Baş vermək ifadəsini öyrənmişdik. Baş vermək ifadəsi aura lieu-dur. Bunu sürətli bir daha yazıram bura. Yaddan çıxmasın. Attends, là, je vais l'écrire ici. Məsələn, deyirik ki, le spectacle. Spektakl tamaşa deməkdir. Le spectacle. Ondan sonra həmin dəqiqə aura lieu ifadəsini yazırıq. Aura lieu. Biraz böyüdüm, daha yaxşı görünsün. Tak. Voilà. Alors ça, on va le supprimer, on s'en fiche. Voilà. Le spectacle aura lieu. Ondan sonra tarixi deyirik. Tutaq ki, 20 mart, le 20 mars. Tarixlərin qarşısına həmişə le işlədirik xatırlatma üçün. Həmişə le olur. Tarixin qarşısında həmişə le olur. Sonra da saatı deyəcəyik. Le 20 mars saatı deyəndə saat neçədə A işlədirik. Tutaq ki, saat 15:00-da. 15 heures. Bir də yeri deyirik. Şəhəri deyəcəyik. Şəhəri də deyəndə yenə A işlədirik. A Toulouse. Qısacası budur. İndi biz burada təkrar eləyəndə necə eləyəcəyik? Bir nəfər tutaq ki, başqa bir nəfəri seçəcəkdir və ona sual verəcəkdir ki, quand, sonra baş verən hadisənin adını deyəcəkdir. Quand nə vaxt deməkdir? Baş verən hadisənin adı tutaq ki, le spectacle oldu. Le spectacle aura lieu. Spektakl nə vaxt baş verəcək? Sual budur. Bunu yazırsa ya şəklini çəkirsə çəkin, çünki keçəcəm o biri ekrana. Bir dəqiqə zəhmət olmasa. Voilà, sual budur. Cavabda belə olacaq da. Başlayacağıq o şeyin adı ilə, sonra aura lieu ifadəsini işlədəcəyik. Ondan sonra tarixi deyəcəyik, sonra saatı deyəcəyik, sonra da yeri deyəcəyik. Mhm. C'est bon? C'est pour moi, oui. Excellent. Ok. Mirpacha, je te laisse choisir une personne et tu lui poses une question par rapport à cette liste, s'il te plaît. Ça marche. Bonsoir Serkan. Bonsoir, Mir, Mir Pacha. Quand le spectacle Bas Papania. Şimdi buradan okuyacağım çünkü dünenki derste iştirak edemedim. Le spectacle aura lieu le 20 mars à 15 heures à Toulouse. Ok. Super. İndi buradakı hadisələri görürsünüzsə Sərxan, buradakı hadisələrdən bir dənəsini seçin. Qrupumuzdakı şəxslərdən də bir nəfəri seçin. Mən daxil kimi istəsə sual verin. Tutaq ki, hansı hadisə? Hadisələrin adları qara ilə yazılıb da. Bunların hamısını belə. Biz adları o kadar şey vermemiş yani. Bir nefessiz seçin ben soruşum onu. Məsələn, soruşa bilərsiniz, Dilşadı. Dilşad Bey. Xanım. Con, con le crise en 41. Le crise en quarantaine aura lieu le 27 mars et 26 avril à Théâtre de la Violette, Toulouse. Ah oui. Merci beaucoup. Okay, excellent. İndi Dilşad siz bir nəfəri seçin, hər hansı bir hadisəni soruşun. Okay. Ayten Hanım. Bəli. Oui. Quand
théâtre Un amour de jeunesse aura lieu. Et répétez, s'il vous plaît. Je comprends pas. Oui, quand théâtre Un amour de jeunesse aura lieu. Voilà, c'est ça. C'est le théâtre Un amour de la jeunesse, c'est ça? Et le théâtre Un amour de la jeunesse aura lieu le 25 et 26 avril à salle des fêtes Rémi Lafache. Excellent. Ayten xanım, siz indi sual verin Səidə xanıma. C'est-à-dire bonsoir. Bonsoir Ayten Hanım. S'il vous plaît, c'est le grand Gel buna gidelim. théâtre et Chris Quarantienne. Le, le spectacle aura lieu. Mhm. Attendez, s'il vous plaît. Encore, s'il vous plaît, question. C'est spectacle Chris Quarantienne. Ok. Quand le spectacle Chris Quarantienne aura lieu. Le spectacle aura lieu le quarantaine le 27 mars et 26 avril à Théâtre de la Violette, Toulouse. Ok, merci. De rien. İndi Səidə xanım, sizin imkanınız var Tural bəyə o sualı verəsiz. Aha, verirəm bizə dəqiqə. Bonsoir, Monsieur Tural. Quand, attendez, s'il vous plaît. Quand le théâtre Un amour de jeunesse. Mən bu dərsdə olmamışam deyən tam qavraya bilmirəm, üzr istəyirəm. Okey. Problem yoxdur. İstəsəz səsi bağlayın, mən Tural bəyə sual verirəm. Ha, oldu. Mən Okey. qulaq assam daha yaxşı olar Hə, deyilik, mən ən biraz yaxşısı. üzr istəyirəm. Rahat olun, rahat olun. Oldu. Sağ olun. Ok, donc, Monsieur Toural, donc, quand Oui. le spectacle Bus Papageno, Bus Papageno, donc c'est ça, Bus Papageno D'accord. aura lieu. Aura lieu. Oui. Le spectacle Bus Papageno. Oui. C'est ça. Oui, aura lieu 20 mars. Pardon. 26 avril. 26, 26 avril, 16 heures. Non. À 16 heures. D'accord. Ben o birisi dersi olmamışım diye tam oui, à Chouret Général de Marmé 31 20 200 31 20 non 31 20 oui 31 270 Ok. Google'lar
Ouais, c'est une ville un peu Cunyo, je pense. C'est Konya. Cunyo. Ouais. Excellent, super. Dərsdə olmasa da həqiqətən çox yaxşı cavab verdiniz. Merci beaucoup. Bu çətin idi. Yəni ən çətini mən sizə verdim. Je suis désolé. OK. Bu C'est belə. gentil. Ouais. İndi belə bir şey eləyəcəyik. Mən sizə bir dənə metod öyrədəcəm. Fonetikamızı inkişaf elətdirmək üçün. Təbii burada eləməyəcəyik. Özünüz evdə olanda eləyərsiniz. Ondan sonra davam eləyəcəyik. Bu öyrəndiyimiz vokabüler üzərində oxuyacağıq, praktika eləyəcəyik. Voilà, c'est ça. Praktika oxumaq et ce sera tout. Voilà. Yaxşı, bu dediyim metod nədir? Dediyim metodun adı site metodikasıdır. Götürürsüz hər hansı bir mətni, həmin mətndə 2 dənə cümləni seçirsiniz. Bu 2 dənə cümlə çox asandır. Bu başdakı 2 dənə cümlə. Tək olanda eləyərsiniz ki, cəmaət gülməsin. Və orada sadəcə saitləri oxuyursunuz və həmin saitləri şişirdərək oxuyursunuz. Qısacası samitləri boş verirsiniz, sadəcə saitləri oxuyursunuz. Və bir də nəfəs ala-ala oxuyuruq. Çünki mən görmüşəm ki, insanlar oxuyanda elə bilirlər ki, sürətli oxuyanda daha keyfiyyətli olur, ya əksinə nəfəs ala-ala, asta-asta oxuyanda daha keyfiyyətli olur. Misal verirəm, məsələn, buradakı saitlərimiz Ö, A, E. E, O, A. Ö, Ö, Ü, İ, Ö, İ. İ, An. Bunlar bizim saitlərimizdir. Qısacası o saitləri elə tələffüz etmək lazım. Bu fonetikada bir metoddur. Ondan sonra da götürürsüz, samitlərlə birlikdə oxuyursunuz. Olur. Je m'appelle Léonard. Sonra nəfəs alırıq. Je ne suis, yenə nəfəs alırıq. Ni petit, ni grand. Nə böyüyəm, nə balacayam. OK? Əgər indi cəhd eləmək istəyən hər hansı bir cəsur adam vardırsa, eləyə bilərik. İstəyən, Ben yapıyorum. Mən eləyə bilərəm. hamımız eləyək onda, yaxşı. Başlayaq. Allez-y, Dilşad. Hansı qələ? İkinci cümleden. Hansını istəyirsiniz, siz seçirsiniz. Hə, ikidən davam edə bilərik məsələn. Oui. D'accord. Euh, E, E, U, I, A, E, Ö, E, non, A, I, J, E olarak Donc ça fait okuyayım. E, voilà. E, exact. E. Ö, Ü, I, Ü, E, E, Ö, 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 O, A, Ö, I, O, I, A, Ö, O. OK, bura qədər gəldisə, Rona qədər. Oui. OK, ça marche. İndi onu tam nətər oxuyursunuz? Je suis assez jeune. J'ai 20 ans. Je suis brune. J'ai les cheveux longs et un peu frisés. Mon visage est rond. Excellent. İkinci kim idi? Sərxan, buyurun. Mustaş. Ora qədər oxuyacağam. OK, ora qədər oxuyun, tamam. Ö, Ü, İ, İ, Ö, A, İ, Ü, Ö, Ö, İ, Ö, Ö, İ, Ö, A, İ, E, A, İ, A, Ö, O, Ü, A, Ö. OK.
Onu tam necə Euh, oxuyursunuz? je suis mince. J'ai une petite barbe, mais je n'ai pas de moustache. 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 Mustaş, excellent. Merci. Allez-y, Mir Pacha, si vous voulez. Oui. E, O, E, U, A, euh, A, O, E, U, U, E, E, I, E, 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 U, N, I, E, I. Bura qədər oxudunuz, ha? Gri-yə qədər. Mhm. Ok, ok. Allez-y, vous pouvez lire la totalité. Je porte un pantalon bleu, une chemise verte et un gilet gris. Ok, excellent. Kim qaldı oxumayan? Aytən xanım. Aytən xanım oxumaq istəyirsiniz sonuncunu? Ben okuyabilirim eğer istem. Buyurun Tural bəy. Ö, Ü, İ, Ü, Ö, Ü, İ, Ö, A, Ö, A, İ, Ü, Ö, Ö, A, Ö. Okay, onu necə oxuyursunuz tam olaraq? Je suis un peu timide, mais assez, euh, assez, assez sympathique et agréable. 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 Okay, excellent. Merci beaucoup. Eşki bəy, mən oxuyurdum, sən demə səsimi bağlayıbmışam. Hə, okay, onda siz bu aşağıdakı 162-yə qədər oxuyun zəhmət olmasa. Okey. Ö, A, E, O, E, Ö, Ü, İ, A, Ö, A, Ö, Ö, Ü, surtout 1,62 m. Hə, Je onu, m'appelle Florence. onu boş Je verin. m'appelle Florence, je suis assez grand, je mesure 1,62 m. Okay, elə bir nəfər çıxdı, gəldi, bilmirəm. Müəllim, mən idim, çıxdım. Okay, İnternetdə problem var idi indi qalib. indi yox, siz eşitmədiniz də. Biz bir dənə fonetik qaydanı öyrəndik. Sürətli şəkildə deyim. Qısacası bu metodika nədir? Hər hansı bir cümləni götürürsüz, o cümlədəki sadəcə saitləri oxuyursunuz, o saitləri şişirdərək oxuyursunuz. Ondan sonra da cümləni tam olaraq oxuyursunuz. Bunu hər gün 20 dəqiqə eləyin. Bir aydan sonra görəcəksiniz ki, tam fransız aksentiniz vardı. Bir dənə şeyə diqqət eləmək lazımdır. Görürəm ki, bu axırdakı öləri kimsə bilmirəm hansınızsa oxudunuz. Onu oxumağa ehtiyac yoxdur. Həqiqətdə necə oxuyursunuzsa, tutaq ki, bunu je m'appelle-də ö-yü oxumuruqsa sonda, onda biz deyəcəyik ö, a, e. Всё. Ö, a, e bitdi. Leonarda e, o, a. Leonard. E, o, a. Ö, ö, ü, i, ö, i, an. Bu a deyil, andır. Leonardakını da mən səhv oxudum. Leonard. Yo, yo, Leonardakını düz oxumuşduq, pardon. Leonard. A. An, voilà. Bu deməli bizim qaydamız idi. Aysə xanım, istəsəz buyurun oxuyun, istəməsəz keçin başqa dərsə. Başqa səhifəni. Doğru başa düşdüm daha. Sadəcə saytları oxuyuram. Hə, sadəcə saytları oxuyursunuz. Ondan sonra da
cümləni tam oxuyursunuz samitlərlə birlikdə. Aha, birinciden başlayayım Oui, oxumağa. allez-y, oui. Ö, A, Ö, Ö, O, A. Je m'appelle Léonard. 2 ilə 3-ü də oxuyun. Aha. Ö, Ö, Ü, I, Ö, I, on. Je ne suis ni petit ni grand. E, Ü, I, A, Ö, Ü, Ö. Je suis assez jeune. Okey. Kimsə nəsə deyirdi, sözünü kəsdim. Pardon, buyurun. Bayaqki səhifəni mən edirdim, axırıncılar oxuyurdum onu. Hə. O olur. Çünki aldadıcı bir şeydir də. Axırda yazılıbdı. Məntiqi olaraq oxumalıyıq. Fransız dili biraz məntiqsiz dildir. Bon, c'est comme ça. Okey. Всё, bu belə. İndi burada bir dənə maraqlı. Buyurun. Burada Asya sözü gördüm hər iki mətndə. Mənası nədir Asya sözünün? Assez kifayət qədər deməkdir. Həmin bu assez sözünü hər hansı sifətlər öyrənmişik. Məsələn, gentil sözü öyrənmişdik, sonra bête sözü öyrənmişdik, intelligent sözü öyrənmişdik, Mor, moche sözü öyrənmişdik, belle sözü. Hansı? Bon. Bon sözü öyrənmişdik. Onların hansını istəyirsiniz qarşısına qoyanda assez onun keyfiyyətini biraz yüksəldir də. Tutaq ki, bir nəfərə deyirsiniz, il est assez gentil. O kifayət qədər yaxşıdır. Il est assez méchant, kifayət qədər kinlidir, Elegant. pisdir. Assez Anladım, élégant, çok voilà. Bir də burada Tural bəy oxudu. Agréable söz var. Agréable söz çox qəşəng bir sözdür. Bunu yazın və hər yerdə istifadə edin. əsrarəngizdir səhv eləmirəmsə tərcümədə. Əsrarəngiz, je sais pas, mais yaxşı deməkdir. Əsrarəngiz, non, pas əsrarəngiz. Yaxşı deməkdir. Qəşəng deməkdir. Xoşa gələn, ay sol tapdım. Xoşa gələn. Ada, Agréable. ada yaxşıdan bir pillə elə bil üstü. Yaxşıdan bir fillə üstə, ay sol. Agréable, xoşa gələn. Assez agréable. Voilà. Tamam, bu belə. Bir də burada bunun üstündən keçməyək. Bir dənə ifadə gördüm. Je n'ai pas de moustache. Gördünüz? Burada adam deyir ki, mənim bığım yoxdur və Amma je n'ai pas de moustache. Yox. je n'ai- Bığım yoxdur, amma saqqalım var. Az miqdarda petit, un peu. No, onu demək istəmirəm. Başqa şey deyəcəm. Deməli, avoir fe'lini öyrənmişdik. Məsələn, deyə bilirik ki, j'ai un stylo. Tamam, bunu öyrənmişdik, bunu bilirik. Amma bunun negativini deyəndə həmin o un artiklı avtomatik olaraq dönüb olacaqdı, de olacaqdı. Bunu demək istirdim. Orada da adam deyir ki, je n'ai pas de moustache. Je n'ai pas avtomatik olaraq dönür olur de. Je n'ai pas de De stilim. Okay. cəm də olar, tək də olar. Cəm də olar, tək də olar. Fərqi yoxdur da. Hər bir halda avtomatik olaraq dönüb olur de. Je n'ai pas de stilim. Ok. Alors, c'est parti. Mir Pacha, est-ce que tu as un train? Non, je n'ai pas de train. Ok. İndi siz elə bir sual verin Dilşad xanıma ki, elə eləyin ki, olmasın. Məsələn, bir çətin bir şey olsun ki, evində olmasın. Tutaq ki, təyyarə olar, qatar olar, nə bilim, nə istəyirsiniz, metro olar. Madame Dilshad, est-ce que vous avez de l'avion? Non, je n'ai pas d'avion. Je n'ai pas d'avion. Ok, Dilşad xanım, Sərxan bəyə elə bir sual verin, elə hər şey olsun ki, olmasın evində. Est-ce que vous avez de métro? Non, il y a, n'y a pas. Oublié, Métro. métro. Non, Métro. Non, je n'ai pas de je métro. n'ai pas de. Voilà, je n'ai pas de métro. İndi Sərxan bəy, siz Tural bəyə bir sual verin. Sualı mən yazmamışam bura. Sualı belə verik də. Est-ce que tu as sonra da əşya. Est-ce que tu as la bus?
Je n'ai pas de bus. Okay. Buyurun Tural Bəy. Səidə xanıma sual verin. Est-ce que tu... Ee, Pardon Səidə xanım, mən yaddan çıxartmışdım. Hə, siz Heç sadəcə bir şey qulaq asırsınız. olmaz. Qulaq asıram, bəli. Amma Ayta- yenə də iş olmaz. Sual verə bilər. Okey, buyurun. Cavablandırın bunu. Bir şey kalmadı. Ha. Est-ce que tu un voiture? Non, je n'ai pas de voiture. Okey. Tamam. Tural bəy, indi siz ikinci bir sualı verəcəksiniz Aytən xanıma. Sizə yenə çətin düşdü, pardon. D'accord. Ne kaldı? Est-ce que tu as un papier? Ouais, Oui. okey. Oui. Est-ce que tu as papier? Non, je n'ai pas de papier. Okey. D'accord. İndi Aytən xanım, siz də Aysel xanıma sual verin. Aïcha Khan, est-ce que tu as un arbre? Non, je n'ai pas d'arbre. Pardon. Ok. Excellent. Bon, c'est ça. Ben, c'était un petit peu ça. C'était un petit peu ça. Bir dənə də bonus yazıram, sonra qayıdırıq bayaqçı mətnin üzərinə. O mətni bitirəcəyik. Bu günləri bitirmək lazımdır. Son olaraq bugünkü bonusumuz İlya ifadəsi olacaqdır. İlya. İlya hər hansı bir yerdə, hər hansı bir əşyanın olub olmamasıdır. İngilis dilində there is, there are-dır bu. Azərbaycan dilinə çevirəndə də hansısa bir yerdə hansısa bir əşyanın olması. Tutaq ki, gedirsiniz mağazaya, Orada var. mağazadan pizza alacaqsınız. Amma görürsünüz ki, yoxdur. Soruşursunuz ki, est-ce qu'il y a une pizza? Mağazadakı adama soruşursunuz. Fikirləşirsiniz ki, bəlkə vardı, mən görməmişəm. Est-ce qu'il y a? Est-ce qu'il y a? Hətta cəmdə yazaq. De pizza. Est-ce qu'il y a de pizza? Ha, cəmdə. Okey. Adam da təsdiqləyir ki, yoxdur. Non, il n'y a pas. Yenə də de qoyacaq. Avtomatik olaraq hər hansı bir əşya yoxdursa, həmin dəqiqə onun artiklını silirik. Qadın olsun, kişi olsun, cəm olsun. Onu çeviririk de-yə. Il n'y a pas de pizza. Dans le magasin. Çok özür istəyirəm, bir dənə də sual verəcəm. Oui. Sadəcə anlamaq üçün. Oradakı yanın, yəni məntiqi olaraq nə anlama gəldiyini. Məntiqi olaraq sürətli izah edeyim. Deməli, İlyanın içərisində 3 dənə ifadəmiz var da. Il var, Hı hı. Y var və bir də A var. Deməli, buradakı Y yer əvəzliyidir. Yeri bildirir. Məsələn, hər hansı bir yerə mən gedəndə və yaxud da hər hansı bir yerdə olanda, bu biraz yuxarı səviyyədə, çox içərisinə girmirəm. Qısacası, hər hansı bir yerdə olanda mən o yeri Y-lə əvəz edə bilirəm. Yer əvəzliyidir. Yeri bildirir. Sonra da başlığına qoyublar il. Həmin bu il şeyi göstərir. Tutaq ki, havadakı şəxssiz olan hərəkəti göstərir. O elədir. Bir də axırına da qoyublar A, mənsubiyyət, bunu öyrənmişdik, avoir. O üçünü birləşdiriblər, belə bir şey çıxıb ortaya, ifadə çıxıb ortaya. Təsəlli. Elə bu üçü həmişə birlikdə olur da. Bunu heç vaxt ayırmırıq. Üçü həmişə Bilmirəm, birlikdə. sadəcə olaraq yanın orada, yəni nə anlama gəldiyini anlamadım. Məsələn, bir nəfər mənə zəng vurur, deyir ki, est-ce que tu es à la maison? Evdəsən? Hə, mən də deyirəm, oui, j'y suis. Oradayam yəni. O yeri elə ki, ondan əvəz eləyə bilirəm. Oui, j'y suis. Ha, d'accord. Sonra zəng vurur ki, mağazaya çatıbsan? Oui, j'y suis. Oradayam. Həmin o yeri göstərən şey odur. Bir də je suis là da deyilir lap çox.
Bu Hmm, nə dərəcədə düzgündür? Yəni tam düzgündür. je suis là. Oui, tout à fait. Ben Tam olarak buradayım. düzgündür. Evet. Bir de eşkime je suis ici deyirlər. Je suis ici. O da tam olarak düzgündür. Oui. Hamısı düzdür. Üçü de düzdür. Bəzən mən il y a pas sözünü yapı olaraq istifadə edirəm qısa olsun deyə. Yəqin ki, düzdür. O da düzdür. Çünkü Fransızlar zaten o Özün qrammatikə danışmaq uyğun xoşdur. danışmırlar. Qrammatik olarak düzgün deyil. Yazıda elə yaza bilməzsiniz. Amma şifahidə düzgündür. Oui. Aydın. Getdik. İndi hər ərzə mən bir dənə sual verirəm, cavab verək, sonra keçək o mətnləri bitirək. Mətnləri bu gün bitirmək lazımdır. Donc, Mirpaşa, est-ce qu'il y a euh, une école dans ta ville? Oui, il y a de écoles dans oui. Ok, Dishad, est-ce qu'il y a un cinéma dans ta ville? Oui, et il y a un cinéma dans ma vie. Ok. Tural, est-ce qu'il y a un hôpital dans ta ville? Oui. Est-ce qu'il y a l'hôpital? Şəhərin adını deməliydim, yoxsa? Yo, sizin şəhərdə xəstəxana var? Oui. Haydi, onda belə Est-ce olacaq. qu'il y a un hôpital dans ma ville? Dans ma ville, oui, excellent, très bien. Super. Serhan, est-ce qu'il y a un lycée dans ta ville? Euh, oui, il y a deux lycées dans le centre-ville. Il y a 2 lycées en centre-ville. Ok. Aytan, est-ce qu'il y a un zoo dans ta ville? Oui, il y a dans ma vie. Ok. Aysel, est-ce qu'il y a un cinéma dans ta ville? Oui, bien sûr. Il y a un cinéma dans ma ville. Ok. Bu belə. Ee, Bunu Eşkime buyurun. çok üzr istəyirəm. Bir dənə sual verirəm. Oui, oui. Bu artikellər ki var, un, des, les. Bunlar negativə çevriləndə döyə çevrilir də hamısı, hə? Aysel, Fərq eləmir. Aysel, Aysel. Oui, exactement. Çox super. Oui. Harada tutaq ki, gördünüz. Ən Okey. var, ün var, des var. Mən bunu tutaq ki, negativlə demək istəyirəm. Il, n'y a pas. Avtomatik olaraq tutaq ki, qadın cinsində bouteille ifadəsini öyrənmişdik. N'y a pas de bouteille chez moi. Avtomatik dönür olur. Həmin bunlar negativdə, ancaq negativdə olur. De. Ama pozitivde mesela mən bayaq məsələn ən ağır dedim. O düz demədim. O məncə dağ deməli idim də. Yəni ən artikli orada işlənilməyəcəkdi. Negativ idisə, hə, de olacaqdı. Oui. Ha, anladım. Ah oui, c'est ça, buydu da. Non, je n'ai pas d'arbre. Da. Ya mən sadəcə sual verdim. Sualda ən ağır dedim səhv eləmirəmsə. Sualdasa dəyişmirik. Hə, sualdasa Ha, dəyişmirik. O düz aha, demisiniz onda. Bir dənə aha, onda negativdə düz dəyişik. demişəm. Negativdə. Aha, okey. Bir de ben bir sual verebilirim. Oui. Bu İlyanı geçmiş ve gelecek zamanlarda necə işlədirik avec kimi oldu? Ah, très très bonne question. Yaxşı, yazıram bura. Bu sadəcə bonuslu dərsi mövzusu deyil. Yəni çətin görsəz, çalışın, qorxmayın. Yəni bu sadəcə bonuslu yazıram. Demək, keçmiş zamanda olacaqdı. Il y avait, var idi. Tutaq ki, gedirsiniz kəndinizə, kənddə əvvəllər bir hovuz var imiş. Baxırsınız, deyirsiniz, ayda, bəs burada bir hovuz var idi axı. Donc, özünüzə sual verirsiniz ki, oh là là, tam olaraq onu yazırım. Oh là là, il y avait une piscine ici.
Bunun Soruşuruz. o ün pişinin qarşısına il y avait, c'est avon. Bu sözü də artırmaq nə dərəcədə düzgündür? Avon ün piscine əvvəl. Yo 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 yo. Bu ifadə Yox. şeydir. Bu ifadə sadəcə ildə olur. Sadəcə illə olur. Aha, Nu aha, falan işlədə bilmərik. aha, okey. Il y avait une piscine. Hı. Sonra da icra başçısı gəlir, deyir ki, bəs narahat olmayın da başqa bir, gələcəkdə başqa bir, nə deyirlər o pisinə, hovuz olacaqdır. Neyse orada. İcra başçısı gəlir və deyir ki, il y aura une Yalan. autre piscine. Başqa bir hovuz olacaq. Olacak. Of. Attends, n'importe quoi. Je copier-coller un truc là. Ok, une piscine ici, hovuz var idi. Keçmiş, hovuz olacaq, gələcək. Hı. C'est bon? Tamam. Okey. Donc, dəyişdiririk sürətli bir şəkildə. Bu bayaq dediyiniz kimi İlya Eğan bu bayaqları suallarda var idi. Saat neçədə olacaq? Hı -hı. Teatr günü Eşki, elə də gələcəkdə saat neçədə olacaq? Nə vaxt olacaq? Tarix. Hə, bax ona oxşuyur Aysan. O Aha, gələcək aha, zamanı falan sonra öyrənəcəyik. İndi biz normalda aha. sıfırdan başlamışıq. Siz Okey. daha Gələcəyə irəlisiz. Je suis keçirik. conscient. Oui. Eşki bəy, o Oui. ikisini negatifə bir dənə çevirə bilərsiniz, zəhmət olmasa. Okey. Okey. Çox maraqlı oldu. O həmən keçmişkən. Yaxşı. Il n'y avait pas, təbii ki, avtomatik olaraq de, sonra il n'y aura pas, yenə də de. Məsələn, il n'y avait pas de piscine ici, pardon. Là, il n'y aurait pas de piscine. O şey. Il n'y aura pas de piscine. C'est bon, on peut avancer. Tu vois, çox sürətli keçir bu oyun, amma nəsə irəliləyə bilmədik məncə. Biz indi buna başlasaq, bunu da bitirə bilməyəcəyik. Çünki bunun səviyyəsi biraz... Bunu mən bilsiz nə edəcəm? Bunu mən verəcəm, siz evdə tapacaqsınız. Hə, bunu sizə verəcəm. Evdə tapıb mənə deyəcəksiniz kim kimdir. Elə bir burada tutaq ki, Aha, adam adları vardı. Üzərində hansı paltarlar vardı. okey. Gəncdimi, cavandımı, qocadımı və s. şeylər vardı. Onlara uyğun olaraq tapacaqsınız ki, kim kimdir. Hansı şəkil, hansı adama uyğundur. Aha. Sizin Ha, 15 tekstlə şəkillər. sizin 15 dəqiqə artıq vaxtınız var, bunu bitirək. Var, niyə yoxdur? Məndə Mən var. səhərə qədər buradayım. Hə, yaxşı, onda bunu bitirək. Başlamışkən bunu bitirək, Hı -hı. sonra gedək. İndi belə eləyək də. Mənə elə gəlir ki, Aytən xanım, ən çətinini sizə verək. Oy Allah. Məncə siz Bizə qoyma. Dilşad xanım və Aysiyə xanımın voilà, nisbətən daha çox təcrübəsi var. Bunu birincini məncə siz eləyin, Aytən xanım. Oxuyun, sonra da adamı tapaq görək kimdir. Je m'appelle Léona. Je suis mais petit. Je ne suis ni petit ni grand. Je suis assez jeune. J'ai 20 ans. Je suis brune. J'ai les cheveux longs et un peu frissés. Mon visage est rond. Je suis mince. J'ai une petite barbe, mais je n'ai pas de moustache. Je porte un pantalon bleu, une chemise verte et un gilet gris. Je suis un peu timide, mais assez sympathique et agréable.
Okey, indi şəkilləri mən belə eləyim, hamımız görə bilək. Bu hansına uyğun gəlir? Şəkli tam bir dakika. Bence bu je suis chemise vert, Hı hı. gilet gris, c'est le pantalon. Bence bu hansıdır? Kızın yanındadır. Demək, 1, Kırmızı 2, köynəyin aşağısındakı. Troisième. troisième, 1, 2, 3, ça. Voilà, trois. Voilà, c'est ça. Troisième. No, 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 o yok. Açkili No. yok. O değil. À 4, droite. Kırmızı köynəliyin aşağısında Altında. duran. Troisième. Voilà, c'est ça. donc ça fait combien? 1, 2, 3, 4, Six. 5, Ah, ben eli Voilà, hesaplamadım. Six. sixième. Aha. Diyeceğim. Sixième, ok. Bence odur. Ok, je suis d'accord. C'est bien ça. Et en Ok. plus, il est jeune. Il est Voilà, jeune. jeune. C'est un petit peu, c'est les, pas de moustache, ne pas de moustache. Petite barbe. Il a une petite Voilà, barbe. petite barbe. C'est lui. Voilà, une petite barbe Voilà, c'est ça. ici. Et puis, il est un peu timide. Suratlı bir Oui, şəkildə c'est les cheveux bruns. buradakı sözlərin, cheveux brun, buradakı sözlərin sürətli bir şəkildə e, anlamlarını Tərcümə edeyim. deyim. Buyurun, yaxşı. Eləyin. Mən Mənim istəyirdim adım eləyəm, çünki daha sürətli eləyəcəkdim, amma buyurun, buyurun. Ləğəbdir. Hı -hı. Mən nə hündürəm, nə balacayam. E, Çox cavanam. 20 yaşım var. E, Smuklovat bugün qarayanızam da belə demək olar. Mənim saçlarım uzun və biraz xis nədir? Xisi? Kıvırcık. Qıvırcıqdır. Üzüm yumrudur. Je suis mince. Je suis mince incə gedir. Hı -hı. Mən incəyəm. Kiçik saqqalım var, amma bığlarım yoxdur. Əynimdə kostyum pantolon blue. Göy rəngdə şalvar var, yaşıl sarotka və boz rəngdə jilet var. Mən utancağam və çox asi, yəni asi, çox da simpatik və əsrarəngizəm də belə demək olarsa. Yaxşıyam. Ok. Merci Nə beaucoup. dərəcədə düz tərcümə elədim bilmirəm ancaq. Super, super. Buyurun Dilşat Hanım, ikinci. Ok. Je m'appelle Florence, je suis assez grand, je mesure 1 m 62, je suis jeune, j'ai 24 ans, j'ai de longs cheveux roux et de grands yeux marrons. Mon visage est un peu long, je suis mince et assez belle. Je porte une blouse blanche, une jupe noire, des collants gris et des chaussures noires. J'aime beaucoup être à la mode. Je suis extroverte, sympathique et créative. Je pense que c'est cinquième personne. 1, 2, 3, Aha, 4, 5. C'est cinq. ça, elle? Oui, Chemise blanche, jupe noire. oui, oui. Ok. Longs cheveux. Troisième. Troisième, buyurun Mirpaşa. Bəli. Je m'appelle Jean-Philippe, j'ai la quarantaine. Je suis plutôt petit et un peu grand. J'ai des cheveux courts et raïdes. Ils sont un peu gris. Mon visage est carré. J'ai de petits yeux noirs et un grand nez. Je porte une chemise rouge, une ceinture noire, un pantalon beige et des chaussures marron. On pense que je suis sérieux, mais en réalité, je suis très drôle. J'aime beaucoup faire de blo- blogne. Ok. Bon, Blague. Blague. blague, ouais.
Zarafat etməkdir sanırım. Ay, sağ ol. Faire des blagues, zarafat eləmək. Carré, saç, gri. Yəqin ki 8-cidir. 8. Paltarına da bir baxın, nə paltarı geyinir? Dəqiq fikir vermədim. Je porte une chemise rouge. Ouais, c'est quatrième. Oui, voilà, Ouais. chemise rouge, Oui. c'est ça. Ceinture noire. Ouais. Ouais, il a aussi une ceinture noire Pantalon. ici. C'est ça. Ok, ok. Buyurun Aysel. Dördüncü. Je m'appelle Luak, je suis petite, je mesure 1 m 63. Je suis jeune, mes cheveux sont blonds et frisés et mon visage est rond. Je porte de grandes lunettes. Je porte une chemise grise, un gilet bleu et un pantalon marron. Je porte aussi des baskets. Je suis une personne assez agréable, sympathique et surtout très travailleuse. Et, et, troisième personne, Ok, c'est lui. oui. Ok. Ok, excellent. Tural Bey, beşincini oxumaq istəyirsiniz? Olar. Allez-y. Evet. Je m'appelle, je suis un peu âgé. J'ai 62 ans. Je suis petit et marais. Mes cheveux sont blancs et gris. J'ai un moustache. Je porte un polo à rayures et un pantalon beige. Je suis très optimisé et bavard. Bavard. Ok, bavard, c'est ça. Bavard şey deməkdir. Çox danışan. Bu kim ola bilər? 62 yaşı var dedi. Hə, okey. Normalement, deuxième à droite. Lui, c'est ça? Oui, c'est ça. Ok. Et aussi, il est petit, c'est vrai, il est petit. Il est maigre. Aussi, oui, il est maigre. Oui. Il est maigre. Bir dənə bax buradakı maigre sözü ilə bayaqları mens sözü var idi. Bunların fərqini izah edeyim. Maigre sözü arıqdır, biraz negativ də bir şeydir. Mens fit deməkdir. Birinə deyəndə ki, tu es très mince, o biraz müsbət gedir ki, sən çox fitsən. Amma birinə deyəndə ki, tu es très maigre, bu biraz negativ gedir ki, yəni yemək yemədiyin üçün arıqsan. Donc ça c'est Zayıfsan. oui, voilà, çəlimsiz, un truc dans le genre, tu vois. Ok. Allez-y, Serhan, 6. Je m'appelle Mathieu, je la 51. Euh, je suis grand et cos- costu, costé. Je suis brun, mes yeux sont noirs et j'ai un visage un peu carré. Je n'ai ni barbe ni moustache. Je porte une chemise euh, je porte, je porte une chemise blonde et un pantalon beige. Je suis très actif. C'est deuxième, troisième, quatrième. Biraz uzaklaştıra bilərsiniz şəkildə. Ən sonuncudur. Sonuncu neçə olur? 1, 2. Sən kim? 5, 6, Non. 7e. Ən sondakı ağ köynək. Celui-là. Ok. Ça marche. Şəkillər görsənmir, devam görə. Oui, oui. C'est ça, oui, c'est Hadi ça. bakalım. 16. Non, 7. 7e.
OK. Bon, ben écoutez, attendez. On va pas partir tout de suite. Buradakı sözləri öyrənmisiniz də böyük ehtimalla. Hər birinizə sual verəcəm, məcbur deyilsiniz ki, həqiqi vəziyyətinizi deyəsiniz. Həqiqi vəziyyətinizi istəmirəm. Ağlınıza gələn hər hansı bir şeyi deyə bilərsiniz. Fransada bu sual sizə gəlib çata bilər. Quelle est votre situation familiale? Quelle est votre situation familiale deyəndə sizin ailə vəziyyətiniz nə deməkdir? Siz tutaq ki, evlisinizmi? Hər hansı sevgiliniz varmı? Yoxsa pakseni öyrətmişdim zaten şeydə videoda bilirsiniz. Dulsunuzmu və s. və ilə axır. O sualı verirəm hər birinizə. Birinci Mirpaşa ilə başlayacağım. Sonra Mirpaşa başqa bir adamı seçəcək, başqa bir adama verəcək. Bu sualı veririk. Quelle est votre situation familiale? Ailə vəziyyətiniz nədir? Dediyim kimi, həqiqini deməsəz də olar, çünki bilmək voilà, donc ça c'est pas très important. Nə istəsəz deyə bilirsiniz. Əsas vokabulyeri istifadə edirik. C'est parti Mirpaşa. Quelle est votre situation familiale, s'il vous plaît? Je suis célibataire. OK. İndi bir nəfər seçin, siz ona eyni sualı verin. Madame Dilşad, quelle est votre situation familiale? Je suis séparée. İndi siz bir nəfər seçin, sual verin. Aysel Hanım, quelle est votre situation familiale? Je suis mariée. Buyurun, bir nəfəri seçin, Aysel xanım sual verin. Ayten Hanım, Bəli. quelle est votre situation familiale? Je suis mariée. Buyurun Ayten xanım, bir nəfəri seçin, sual verin. Tural bəy, Oui. quelle est votre situation familiale? Je suis marié. Buyurun Ok. Tural bəy, bir dənə Sərxan bəy qalır. Kime vereyim? Sərxan bəyə. Quelle est votre situation familiale? Je suis marié. OK. Je suis marié. Je suis marié. OK, excellent. Bon, bə, bugünkü dərsimiz bu qədər. Çox sağ olun, Özünüzə təşəkkür yaxşı edirəm. baxın. Nə sual olsa çəkinmədən Sizdən. verin. Et puis on se Merci retrouve la beaucoup. semaine prochaine. Ça marche? Eşki Bey, lütfen Aha, buyurun. Nə sual varsa verə bilərsiniz. Qalaq hələ. ekran görüntüsünü koyarsınız da qrupa. Aha, baş üstə. OK. Oldu, çox sağ olun. Təşəkkür edirəm Şimdi təcavüzünə görə. Avrat Çok telefon. güzel. Gecəniz xeyrə qalsın. Hələlik sağ olun. Sağ olun. Sağ olun. Hələlik. Eşkin Bey bir Aha. sual verim size. Eğer Buyurun. vaktiniz varsa. Buyurun. Gelen ders koşula bilərəm. Yəni Təbii, əgər özünüzü yaxşı hiss elədinizsə, rahat bir şəkildə qoşulun. İndi biz biraz irəliləmişik. Mən sizə bütün indiyə qədər keçdiyimiz dərslərin videolarını göndərirəm. Bir baxarsınız. Həm də dərsləri qayd elədiyimiz üçün dərslərin qaydları da gəlir. olar zəhmət olmasın. Buyurun. Yox, üzr istəyirəm, sözünüzü kəsdim. Buyurun, deyin siz. Əsas məsələ odur ki, motivasiyamızı itirməyək də. Çünki əgər görsəniz ki, biraz onun digərlərinin səviyyəsi azcana biraz yuxarıdır, motivasiyanızı itirsəniz, biz bunu istəmirik. Əsas məsələ odur ki, motivasiya ilə gəlib iştirak eləyəsiniz. Yəni özünüz baxın, siz qapı açıqdır. Rahatsızsa gəlin iştirak eləyin təbii. Məsələ belə rahatım. Sadəcə olaraq Azərbaycan dilində deyəndə adam biraz təkərə düşür. Hə. Biraz sən bildiyi də yaddan çıxardırsan, biraz adam bilmirəm.